Elhamdülillah. İnsanda olan qorxu üç növdür. Birincisi təbii olan qorxudur. İnsanın təhlükəli bir şeylərdən, heyvanlardan, əziyyət verici şeylərdən qorxması. Bu hər kəsdə olan bir qorxudur. Bu insanın təbiətində olan bir şeydir. İnsan bundan sorumlu değildir. İkinci qorxu haram olan qorxulardır. İnsanın təhlükəsi, xeyir və zərəri olmayan şeylərdən qorxması. Misal olaraq, kimlərinsə cəddindən və yaxud hər hansı bir şeyi müqayisə edərək, pişik belə gəldi, filan kəs belə getdi, axşam belə oldu. Yəni, halbuki heç bir əsası olmayan və yaxud heç bir xeyrə və zərərə verə bilməyən şeylərdən qorxması, bu doğru olmayan, haram olan bir qorxudur. Necə ki, Allah Teala bu qorxuyu belə misal çəkir Quranda. Deyir ki, onlar peyğəmbərlərinə dedi ki, biz sənə ilahlarımızın zərər verəcəyindən qorxuruq. Onlar etiqad edirdilər ki, ibadət etdikləri bütlər insanlara zərər verə bilər və xüsusən bu sözləri peyğəmbərə və yaxud peyğəmbərlərə söyləmişdilər. Bu qorxu haram olan qorxudur. İnsan belə şeylərdən qorxmalı deyil. Üçüncüsü isə vacib olan, lazım olan qorxudur. Bura insanın Allahdan qorxması. Allahdan qorxmaq nə deməkdir? Allah Teala'nın əmrlərini yerinə yetirib, qadağan etdiklərindən çəkinmək və Allaha layiqi şəkildə, haqqı şəkildə qorxmaqdır. Bu qorxu lazım olan qorxudur və bir müsəlman, bir mömin özünü bu qorxu ilə sifətləndirməlidir və çalışmalıdır ki, Allaha olan qorxusu daha da çox olsun. Allah Teala ayədə buyurur: "Ya eyyuhellezine amenuttaqullaha haqqa tuqatih və la tamutunna illa və entum muslimun." Ey iman gətirənlər, Allahdan lazımınca qorxun və ancaq müsəlman olduğunuz halda ölün. Esselamu